Hırsan benim cennetimsen, yüreğimdeki en güzel manzarasan. Senin suların dalgalarla rəqs edir. Her nefesim kalbimde iz koyur. Salam dostlar, hər birinizi xoş gördük. Montenegro səyahətimizin ikinci günündəyik. Mən qardaşım Cavidlə birgə Montenegronu sizlər üçün kəşf etməyə çalışırıq. Hal-hazırda biz Sveti Stefan qalasına səyahət edəcəyik və bu vlogda sizə bu qalanın tarixi ilə bağlı maraqlı məlumatlar, eləcə də burada olan çox gözəl yerləri göstərəcək ki, bura gəldiyiniz zaman yaxşı şəkillər, videolar çəkmək sizin üçün rahat olsun. İlk olaraq qısa tarixini deyim sizə. Budva şəhəri yaxınlığında, təxminən şəhərin 5 kilometrliyində yerləşən bu qala dəniz səviyyəsindən 252 metr hündürlükdədir. Qalanın tarixi barədə ilk yazılara, ilk xəbərlərə 1442-ci ildə rast gəlinir. Bir sözlə çox tarixi bir yerdir. YouTube-da axtarış verib qalaya bağlı maraqlı hadisələrə də, maraqlı məlumatlara da şahidlik edə bilərsiniz. Montenegro'ya gəldinizsə, ilk turistlərin gəldiyi nöqtələrdən biri Sveti Stefan qalasındayıq. Yəni bura fərqli bir yerdə, Budvaya yaxın yerləşir və daha ucuz qiymətə gəlib buranın plajından və buranın gözəlliyindən çox maraqlı şəkillər çəkdirə bilərsiniz. Həm bu hissədə, həm aşağı hissədə çox gözəl şəkillər çıxır. Yəni məsləhət olaraq bura gəlin, gözəl şəkillər çəkdirin. Plajı çox gözəldir, orada dincəlin, hər şey əladır. Bilirsiniz ki, mən fotoqrafam və bu məkana gəlmişiksə, gələcəkdə kim gələcəksə onlar üçün lifehack verək ki, harada çəkdirsəz daha yaxşı olacaq şəkillər. Birinci məsləhətim elə mən olduğum zonada, amma yəni üzü qalaya tərəf gözəl çıxır, yəni buradan istifadə edə bilərsiniz. İkinci, o qayanın üstündə, oradan tam qala düşür və çox gözəl çıxır. Dənizin içində isə yenə də həmin o qayanın aşağı hissəsində, dənizin iç tərəfindən çox gözəl kadrlar çıxır. Yəni məsləhət olaraq orada çəkdirməmiz. Mən özüm düzdür, burada da çəkdirdim aşağıda. Yəni məncə ən gözəl hissə şəkil çəkdirmək üçün oradır. Ona görə də gələn insanlar fotoqraf məsləhəti orada çəkdirir. Görməli yerlərdən biri də bax buradır. Çox gözəl mənzərəsi var. Gələndə bu plaja da gəlməyiniz məsləhətdir. Bir yolu çəkeyim. Məsələn, ab-havanın başa düşəsi, səsdən. Dənizin rəngi həddən artıq gözəl çıxır. Yəni çıxır deyəndə belə fotoqrafam deyə istəsəməz rəngi çıxır deyirəm, amma yəni çox gözəl rəngləri var. Dənizin təmizliyi çox gözəldir. Düzdür, biraz soyuqdur, amma həqiqətən çox gözəl. Gəlməyə dəyər Montenegroya və nəzərə alsaq ki, Misirdən də, bəlkə də Türkiyədən də ucuz başa gəlir bura gəlmək. Ona görə də daha çox gəlməyini məsləhət görürüm. Sizinlə sağollaşırıq dostlar. İkinci vlogumuzun da sonuna gəldik. Yaxın günlərdə növbəti 3-cü vlogu sizə təqdim edəcəyik. Sağ olun, həmişə gəzməkdə.